Salam, hər vaxtınız xeyir. Sizə bu videoda riyaziyyat 2-ci hissədən homotetiya oxşarlıq çevrilməsi, oxşar fiqurlar yarımbaşlığına aid sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, bir üçbucağın iki bucağı digərinin iki bucağına konqruentdir. S1 45-dir, S2 20-dir və P1 verib P2-ni istəyir. Fikir verirsə, burada deyir iki bucağı digərinin iki bucağına konqruentdir. Onda belə çıxır ki, bunlar bucaq əlamətinə görə bir-birinə oxşardır. Biz də oxşarlıqdan bilirik ki, S1-in S2-yə nisbəti bərabərdir P1-in P2-yə nisbətinin kvadratı. Yerinə yazsaq 45 bölək 20 bərabərdir 36 bölək P2-nin kvadratı. Burada sol tərəfdə ixtisarlara aparıram. 5'ə bölsəm burada qalar 4, burada qalar 9. Və kök alsaq 2-də deməli 3 bərabərdir 36 bölünsün P2. 3'ə ixtisar aparsam burada qalar 12 və P2'ni taparıq 24. Bir də cavab olur E variantı. Sonra baxaq ikinci suala. Oxşarlıq əmsalı 1/5 olan iki oxşar çoxbucaqlının perimetrləri cəmi 125'dir. Hər iki çoxbucaqlının perimetrini tapın. Oxşarlıq əmsalı 1/5'dir. İkinci sual. Deməli K bərabərdir 1/5'ə. Və perimetrlər cəmi 125'dir. P1 üstə gələk P2 bərabərdir 125'ə. Oxşarlıq əmsalı odur ki, birinin perimetrini digərinə bölsək bərabər olar oxşarlıq əmsalına. Və buradan bunu da yerinə 1/5 yazıram. Yəni 1/5'ə bərabərdir. Buradan P1'i taparıq ki, 1/5 P2'dir. Aparıb yuxarıdakı bərabərlikdə yerinə yazıram. P1'in yerinə 1/5 P2 yazsam, alarıq 2/5 P2 bərabərdir 125'ə. Hər tərəfi 10'a vursam, alarıq 25 P2 bərabərdir 1250'yə. P2 də bərabərdir 50'yə. Biri oldu 50. Cəmi 125 eləməsi üçün onda birincinin də perimetri 75 imiş. Və burada cavab olur 75-50 cm. Sonra baxaq üçüncüyə. Dördbucaqlının böyük tərəfi 30 cm, perimetri isə 84 cm-dir. Bu dördbucaqlıya oxşar və böyük tərəfi 40 olan dördbucaqlının perimetrini tapın. Üçüncü sual. Deməli, dördbucaqlıdan biz bilirik ki, ümumən dördbucaqdan yox, oxşarlıqdan biz bilirik ki, birincinin bir tərəfi ikincinin tərəfinə nisbəti bərabərdir perimetrlər nisbətinə. Yəni bunların hamısı da K-yə bərabərdir. Onda böyük tərəfi 30'u bölərik. İkincinin böyük tərəfi 40'dır. Böyük tərəfi 40'a bərabərdir. Birincinin perimetri 84'dür və ikincinin perimetrinə P2 yazaq. Buradan sıfırları silirəm. 3'ə bölsək burada qalar 28. P2 də bərabərdir 112. Cavab olur E variantı. Sonra baxaq növbəti dördüncü suala. Dördüncü sual da eyni sualdır. Yazırıq A1'in A2'yə nisbəti bərabərdir P1'in P2'yə nisbəti. Birincinin tərəfi 28'dir, ikincinin tərəfi 14'dür. Birincinin perimetri 60'dır, ikincinin perimetri P2. Və buradan P2'ni tapırıq 30 cm. Cavab oldu D variantı. Sonra növbəti 5-ci suala baxaq. 5-ci sualda verilib ki, uyğun tərəfləri 14 və 18 cm olan iki oxşar çoxbucaqlı verilmişdir. Birinci çoxbucaqlının perimetri 70 cm olarsa, ikinci çoxbucaqlının perimetrini tapın. Yeni bəyənçi tip suallardan biridir. A1'in A2'yə nisbəti bərabərdir P1'in P2'yə nisbəti. Uyğun tərəfləri 14 18'dir. Yəni birinin 14'dür, digəri isə 18'dir. P1'in P2'yə nisbəti birincinin perimetri 70'dir, ikincinin perimetri lazımdır. Bunları 14'ə bölsəm burada 5 qalar və buradan P2 bərabərdir 18'i 5'ə vursaq 90 almış olarıq. Cavab olar E variantı. Baxaq növbəti 6-cı suala. 6-cı sualda verilib uyğun tərəfləri 8-12 cm olan iki oxşar çoxbucaqlıdan birincinin perimetri 64 cm olarsa, ikincinin perimetrini tapın. Yenə yazırıq A1'in A2'yə nisbəti bərabərdir P1'in P2'yə nisbəti. Birincinin tərəfi 8, ikincinin tərəfi 12'dir.
Birincinin perimetri 64'dür, ikincinin perimetrini istəyir, ona da bir P2 yazaq. 8-ə ixtisar aparsam burada qalar 8. 8-i də 12-yə vursaq alarıq 96. Cavab oldu E variantı. Sonra baxaq növbəti 7-ci suala. 7-ci sualda verilib ki, iki oxşar üçbucağın sahələri 36-nın 81-dir. İkinci üçbucağın bir tərəfi 3-dür, birinci üçbucağın uyğun tərəfini tapın. Sahələr nisbətində biz bilirdik ki, S1-in S2-yə nisbəti bərabərdir A1-in A2-yə nisbətinin kvadratı. Yəni S1 burada verilib 36, S2-nin də verilibdir 81, bərabərdir. A1 verilməyib, A1-in yerinə elə yazıram. İkinci üçbucağın bir tərəfi 3-dür, yerinə yazsaq mötərizənin kvadratı. Hər tərəfdən kök alsam 36-dan 6 çıxar, 81-dən 9 çıxar, bərabərdir. A1-in 3-ə nisbəti. 3 ilə 9 getsə 3 qalar. A1 də bərabərdir 2-yə. Cavab olur 2. D variantı. Sonra 8-ci suala baxaq. İki oxşar üçbucağın sahələri 50 və 200-dür. İkinci üçbucağın bir tərəfi 12 olarsa, birinci üçbucağın uyğun tərəfini tapın. Yazırıq S1-in S2-yə nisbəti bərabərdir A1-in A2-yə nisbətinin kvadratı. S1-i verib 50, S2-ni verib 200, bərabərdir. İkinci üçbucağın tərəfi 12-dir, birinci üçbucağın da tərəfinə A1 yazaq, mötərizə kvadratı. 50 ilə 200 ixtisar gedəndə burada qalır 4. Aldıq 4-də 1 bərabərdir. A1 bölünsün 12-nin mötərizə kvadratı. Buradan hər tərəfdən kök alsaq 2-də 1 bərabərdir A1 bölünsün 12-yə və buradan da A1 bərabərdir 6 almış olaraq. Cavab olar B variantı. Baxaq növbəti 9-cu suala. İki oxşar çoxbucaqlının böyük tərəfləri uyğun olaraq 25 və 15, perimetrləri cəmi 96-dır. Perimetr kiçik olan çoxbucaqlının perimetrini tapın. İki oxşar çoxbucaqlının böyük tərəflərini veribdir. Yəni yazıram A1-in A2-yə nisbəti. Həm də bilirik ki, bu P1-in P2-yə nisbətinə bərabərdir. Yerinə yazsaq 25-i 15-ə bölürük, bərabərdir P1-in P2-yə nisbəti. Və buradan 5-i ixtisar aparıram. Yerdə qalır burada 3. 5-i ixtisar aparsaq burada 5. Aldıq ki, P1-i P2-yə böləndə 5 bölünsün 3 olur. Və P1-ə buradan 5K, P2-yə isə 3K yaza bilərik. Bizə vermişdi perimetrləri cəmi 96-dır. Yəni 5K ilə 3K-nı toplasaq bərabər olar 96-ya. Buradan 8K bərabər 96-ya və K-nı tapırıq 12. Kiçik çoxbucaqlının perimetrini tapın. Kiçik çoxbucaqlının perimetri də 3K-dır. 3-ü vurarıq 12-yə, bu da eləyər 36. Cavab oldu 36 A variantı. Sonra baxaq 10-cu suala. İki oxşar çoxbucaqlının böyük tərəfləri uyğun olaraq 25 və 15-dir. Perimetrləri fərqi 24-dür. Perimetri böyük olan çoxbucaqlının perimetrini tapın. Yəni yazmalıyıq A1-in A2-yə nisbəti bərabərdir P1-in P2-yə nisbəti. Tərəfləri yerinə yazsaq 25-in 15-ə nisbəti bərabərdir P1-in P2-yə nisbəti. 5-ə bölsək burada 3 qalar, 5-ə bölsək burada 5 qalar. Alırıq ki, P1-in P2-yə nisbəti bərabərdir 5-in 3-ə nisbəti və buradan P1-ə 5K, P2-yə isə 3K almış oluruq. Perimetrləri fərqi 24-dür. 5K-dan 3K çıxırıq, 5K-dan 3K çıxırıq, bərabər olmalıdır 24-də. Və buradan 2K bərabərdir 24-də, K-nı tapırıq 12. Perimetri böyük olan çoxbucaqlının perimetrini istəyir. O da P1-dir, 5K-dır. Aydındır ki, 5K 3K-dan böyükdür. Yəni 5-i vurarıq K 12-yə, bu da eləyər 60. Cavab olur burada 60. Sonra baxaq 11-ci suala. K bərabərdir 2 əmsallı homotetiyada 11-ci sual. ABC üçbucağı A1, B1, C1 üçbucağına keçir. Bu üçbucaqların uyğun olaraq BK və B1, K1 medianları üçün bunların cəmi 27 olarsa B1, K1-i tapın. Şərtdə verilib ki, K bərabərdir 2 əmsalı. Biz bilirdik ki, əgər K böyüksə birdən homotetiyada böyümə baş verir.
Yəni ABC üçbucağı A1, B1, C1 üçbucağına keçirsə, onda biz bilirik ki, A1, B1, C1 üçbucağı ABC üçbucağından böyük olmalıdır. Sonra BK-nın B1K-ya nisbətini veribdir. Bu əmsallı, yəni bu üçbucağı keçirsə, K bərabər 2 əmsallı homotetiyyədə üçbucaq digər üçbucağı keçirsə, onda uyğun tərəflər bütün parametrlər digərinə keçir. Yəni medianlar nisbəti 2 etməlidir. Yazarıq B1 K1 bölünsün BK bərabərdir 2-yə. Niyə B1 K1 yazdıq? Çünki A1, B1, C1 üçbucağı daha böyükdür. Və biz də böyük tərəfi kiçik tərəfə böləndə 2 almalıyıq. Buradan B1 K1-i tapırıq ki, 2 dənə BK-dır. B1 K1-i tapırıq ki, 2 dənə BK-dır. Aparıb yerinə yazırıq. Şərtdə verilən cəmdə B1 K1-in yerinə 2 dənə BK yazsaq, alarıq 3 dənə BK bərabər 27-yə və buradan BK bərabərdir deməli 9-a. BK-nı tapdıq 9 və bizdən istədiyi B1 K1-dir. O da 2 dənə BK-dır. Yəni 2 vuraq 9 bərabərdir 18-ə. Cavab oldu D variantı. Sonra perimetrlər nisbəti 2-nin 1-ə olan 2 oxşar üçbucağın sahələr nisbətini tapın. O da bunların kvadratı olur. Yəni 2-nin kvadratı 4, 1-in də kvadratı 1. 2 oxşar üçbucaqdan birincinin perimetri ikincinin perimetrindən 15 dəfə böyükdür. Birinci üçbucağın medianı ikinci üçbucağın medianından neçə dəfə böyükdür? 13-cü sual. O da 15 dəfə böyükdür. Çünki biz bilirik ki, P1-in P2-yə nisbəti, A1-in A2-yə nisbəti, tənbölənlərin nisbəti, medianların nisbəti, hündürlüklərin nisbəti və s. Bunlar hamısı çevrələrin də nisbətini yaza bilərik. Xaricə daxilə çəkilmiş çevrələrin. Bunlar hamısı K-ya bərabərdir. Bir dənə sahədə K-nın kvadratı olur və həcmdə K-nın kubu olur. Bizə mediandan neçə dəfə böyükdür deyir. Yəni 15-dirsə elə 15 olaraq da qalır. Cavab olur A variantı. 2 oxşar üçbucaqdan birincinin perimetri birincinin perimetrindən 13 dəfə böyükdür ikincinin perimetri. Və ikinci üçbucağın hündürlüyü burada da yenə 13 olur. Yazdıq ki, hündürlüklər nisbətdə dəyişmir. Uyğun hündürlüklərin nisbətini veribdir. Sahələr nisbətini istəyir. 15-ci sual. Dedik ki, H1-in H2-yə nisbətinin kvadratı bərabərdir S1-in S2-yə nisbət. Nisbət 1-in 3-ədir və bunu da kvadratı eləyir 1-in 9-a. Cavab oldu C variantı. 16-cı sual. Sahələr nisbətini veribdir. Hündürlüklər nisbətini istəyir. 16-cı sual. Onda yazmalıyıq S1-in S2-yə nisbəti bərabərdir H1-in H2-yə nisbətinin kvadratı. S1-in S2-yə nisbətini 12-ni 75-ə verib. Və bunu da 3-ə bölsək, 12-ni 3-ə böləndə qalır 4, 75-i də 3-ə böləndə 25. Bərabərdir H1-in H2-yə nisbətin kvadratı. Kök alsaq, alarıq ki, H1 bölünsün H2 bərabərdir 2 bölünsün 5. Cavab olur E variantı. Sonra baxaq 17-ci suala. 17-ci sualda verilib ki, ABC üçbucağında M-in paraleldir BC-yə. ME-nin BC-yə nisbəti 5-in 7-yədir. AE-nin NC-yə nisbətini tapın. Həmin şəkil çəkirəm buradan. Bunlar paraleldir deyə. M və N düz xətləri paraleldir BC-yə. Onda belə çıxır ki, bura bir alfa yazsaq, burada alfa olar. Bura bir beta yazsaq, burada olar bir beta. Və bu qamma bucağı da hər iki üçbucaq üçün eynidir. Yəni balaca və böyük üçbucaq üçün. Sonra yaza bilərik ki, qammanın qarşısındakı M-nin, qammanın qarşısındakı M-nin, qammanın qarşısında böyük üçbucaqdakı BC-yə nisbəti bərabərdir. Alfanın qarşısındakı AE-nin, balaca üçbucaqda yekə üçbucaqda alfanın qarşısındakı AC-yə nisbəti. M-nin BC-yə nisbətini 5-in 7-yə verib, yazırıq 5 böl 7 bərabərdir AE-nin AC-yə nisbəti. Və onda biz AE-nə 5K, AE-nə 5K, AC-yə isə 7K yazmalıyıq. Onda NC-yə qalır 2K. Ümumi 7K etməsi üçün. Və AE-nin NC-yə nisbətini istəyir. O da 5K-nın 2K-ya nisbətidir. Yəni 5-in 2-yə nisbəti. Sonra baxaq 18-ci suala.
18-ci sualda verilib ki, m-nin b-yə nisbəti 2-nin 7-yədir. Belə bir üçbucaqdır. Bura m-dir, n-dir, a-dır, b-dir və c-dir. M-nin b-yə nisbəti 2-nin 7-yədir. Bura yazaq 2x, onda bura olur 7x. Və NC-nin AC-yə nisbətini istəyir. Və biz bilirik ki, bunlar oxşardır. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Və bu qamma bucağı da ortaqdır. Qammanın qarşısındakı balaca üçbucaqda 2x-dir, yekə üçbucaqda 7x-dir. Bərabərdir. Balaca üçbucaqda alfanın qarşısındakı AN-dir. Yekə üçbucaqda isə AC-dir. Və buradan x-lər ixtisar getsə, AN-ə biz 2k, AC-yə isə 7k yazmalıyıq. AC də 7k. Onda belə çıxır ki, 2k buradadırsa, bu balaca NC-yə qalır 5k. Və bizə NC-nin, yəni 5k-nın AC-yə nisbətini istəyir. AC də 7k-dır. Buradan k-lar ixtisar gedir. Qalır 5-in 7-yə nisbəti E variantı. Baxaq 19-cu suala. BC çevrəyə toxunandır. BA isə kəsəndir. BD-ni 4 veribdir. AD-ni 12 veribdir. Və DC də 6-dır. AC-ni tapın. Gəlin bunun üzərindən göstərək. Biz əgər deməli bura bir 2 alfa yazsaq, bu qövsə 2 alfa yazsaq, onda belə çıxır ki, bura alfa olar. Toxunanla vətər arasındakı bucağa görə. Və burada qövs 2 alfa olduğuna görə bu daxilə çəkilmiş bucaqda onun yarısı olmalıdır, alfa olmalıdır. Hə, bu da olsun belə. Buradakı bu bucağa da bir qamma yazaq, yoxud da bir beta yazaq. Fikir verirsinizsə, burada ABC üçbucağının bir bucağı alfa və betadır və BDC üçbucağında da biri alfa da biri betadır. Onda belə çıxır ki, bucaq əlamətinə görə bunlar oxşardır. Yəni oxşar olan üçbucaqlar A, B, C-dir. Bu oxşardır. Deməli, uyğun bucaqları yazsaq, üçbucaqda C bucağı A bucağına oxşardır və B bucağı və D bucağı. Bunlar bir-birinə oxşardır. Onda biz oxşarlıqdan istifadə etməliyik. Bizə verib BD-ni 4, bura yazdım 4. AD-ni də verib 12, bura yazdıq 12. DC-ni də verib 6, burada yazırıq 6 və AC-ni istəyir, burada yazaq X. Biz rahatlıqla bu Y-i tapa bilərik. Toxunan və kəsənin xassəsinə görə Y-in kvadratı bərabərdir 4 vuraq, ümumi hamısı 4 üstəgəl 12, yəni 16. Buradan Y bərabərdir 8-ə. Buranı aldıq 8. Deməli, bu balaca üçbucağın 3 tərəfi bizə məlumdur. Yekə üçbucağında 2 tərəfi bizə məlumdur. Və 3-cü tərəfin rahatlıqla oxşarlıq əmsalından tapa bilərik. Onda belə yazaq. Balaca üçbucaqda betanın qarşısındakı 6-nın yekə üçbucaqda betanın qabağındakı x-ə nisbəti bərabərdir. Balaca üçbucaqda alfanın qarşısındakı 4-ün yekə üçbucaqda alfanın qarşısındakı 8-ə nisbəti. Və buradan da x-i tapırıq 12. Deməli 19-cu sualda cavab oldu E variantı 12. Sonra baxaq növbəti 20-ci suala. 20-ci sual da eyni tipli sualdır. BD-ni verib 6, DC-ni verib 11. AC-ni də verib 22. Başqa heç bir yer verməyib və deyir AD-ni tap. AD haradır? AD də buradır. Burada yazıq X. Burada yazırıq Y. Eyni şəkil olduğundan yuxarıdakından. Yuxarıda ispat etmişdik bunların oxşarlıqlarını. Ona görə bucaqları bura götürürəm. Bura alfadır. Onda burada alfa olur. Və burada bir beta yazaq. Və biz demişdik ki, üçbucaq ABC ilə CBD bir-birinə oxşardır. 20-ci sual. Onda biz uyğun olaraq yaza bilərik. Betanın qarşısındakı yekə üçbucaqdakı 22-nin balaca üçbucaqdakı 11-ə nisbət bərabər olmalıdır. Yekə üçbucaqda alfanın qarşısındakı Y-in balaca üçbucaqda alfanın qarşısındakı 6-ya nisbət
Və biz buradan alarıq ki, bu ixtisar gedənə 2, y-i taparıq 12. Y-i aldıq 12. Və çevrədə biz bilirik ki, toxunanın kvadratı, yəni 12-nin kvadratı edir 144 bərabərdir. 6 vuraq ümumi hamısı 6 plus x. Buradan 6 ilə 144 ixtisar gedəndə burada qalır deməli 24 bərabərdir 6 plus 2 və x-i buradan tapırıq 18. Burada cavab olur B variantı. Sonra baxaq növbəti 21-ci suala. ABCD paralleqramında F nöqtəsi AC diaqonalını AF-in FC nisbəti 7-nin 3 nisbətində bölür. D və F nöqtələrindən keçən düz xətt BC tərəfini Y nöqtəsində kəsir. AD 28-dirsə BY-ni tapın. 21-ci sual. Həmin paralleqramı çəkirəm kənardan. Belə bir paralleqramdır və bir diaqonalı çəkilibdir. Buradan bura kimi də bir xətt var və bunları adlandıraq. BD Y'dir, sonra CD F'dir, A'dır və D'dir. Biz bura bir alfa bucağı yazsaq, aydın məsələdir ki, iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən əmələ gələn bu Z qaydasına əsasən bunlar bucaqlar bərabər olur. Eyni şey burada da var. Bura bir beta yazsaq, burada olar bir beta və bunlar qarşılıqlı bucaqlar deyil, qamma qamma. Onda belə çıxır ki, burada üç bucaq Y, F, C oxşardır. Üç bucaq D, F, A üç bucağına. Sonra nisbət vermişdi. AF-in FC nisbəti 7-nin 3-ədir. Yəni bura 7x yazsaq, bura olar 3x. Və aydın məsələdir ki, bu üçbucaqlar oxşar deyə bütün parametrləri biri digərindən 7 dəfə 7-nin 3-ə nisbətindədir. Və onda sən bunun bu tərəfinə 7a yazsan, bunun bu tərəfinə 3a yazmalı olarsan. Və bura 7b yazsaq, onda bura 3b olmuş olar. Sonra bizə nə veribdir? Deməli, AD-ni verib 28. Yəni 7A-mızı verib 28. A-nı buradan tapırıq 4. Onda belə çıxır ki, YC-ni biz tapa bilərik ki, 3A-dır, o da eləyir 12. Bizə BY lazımdır. Bura 28 idi. Onda BC də 28 olmalı idi. Paralleqramın qarşı tərəfləri bərabərdir. 28-in 12-si buradadırsa, burada qalır 16. Cavab olur C variantı. Baxaq 22-ci suala. Deməli, 22-ci sualda verilib ki, ABCD paralleqramında K nöqtəsi AC diaqonalını AK-nın KC-yə nisbəti 5-in 4-ə nisbətində bölür. Yəni bir paralleqram çəkək. Adlandıraq bunları A, B, C və D. K nöqtəsi AC diaqonalını deməli bir AC diaqonalı çəkirik və K nöqtəsi də bunu 5-in 4-ə nisbətində bölür. K nöqtəsi olsun burada. Sonra deyir ki, D və K nöqtələrindən BC tərəfini M nöqtəsində kəsən düz xətt çəkilmişdir. Onda buradan bir düz xətt çəkirəm və bu M nöqtəsində bölür. Sonra deyir ki, B-min MC-yə nisbətini tapın. Yenə bayaqki kimidir. Bura bir alfa yazsaq, burada olar alfa. Bura bir beta yazsaq, burada olar beta. Və bu bucaqlar da onsuz bərabərdir. Və AK-nın KC-yə 5-in 4-ə idi. Bura yazıram 5x, burada olur 4x. Onda bura bir 5a yazsaq, bura olar 4a. Bura bir 5b yazsaq, burada olar 4b. Bizdən istədiyi B-min MC-yə nisbətidir. Fikir verin, bura 5a-dır. Onda belə çıxır ki, bu BC də 5a olmalıdır. 4 MC-dirsə, B-mə də qalır A. B-min MC-yə nisbəti də A-nın 4A-ya nisbətidir. Bu da eləyir 1/4. Cavab olur 4-də 1 A variantı. Sonra baxaq 23-cü suala. İki oxşar çoxbucaqlının oxşarlığı əmsalı 3-ə bərabərdir. 23-cü sual. Sahəsi kiçik olan çoxbucaqlının sahəsi 30-dur. Sahəsi böyük olan çoxbucaqlının sahəsini tapın. Biz bilirik ki, S1-in S2-yə nisbəti bərabərdir K-nın kvadratıdır. Oxşarlıq əmsalı 3-dürsə, onda biz böyüyü kiçiyə böləndə 3-ün kvadratını verməlidir, yəni sahələrini. Sahəsi kiçik olan 30-dur. Yazırıq S1 bölək 30 bərabərdir 3-ün kvadratı, yəni 9.
Buradan S1 bərabərdir 270'e. 23'te cavab olur 270. E variantı. Sonra baxaq 24-cü suala. MBD üçbucağında AC BD-yə paraleldir və CD'nin verib 7. AM-i də verib 5. Burada yazdıq 5. BM isə 15'dir. BM isə 15'dir. Onda bura qalır 10. MC parçasının uzunluğunu hesablayın. Burada biz bunu əslində faliz söyləminə də gedə bilərik. Bunlar paraleldirsə və bucağın tərəflərini kəsən paralel düz xətlər bir tərəfi 1'in 2'ye nisbətində bölürsə, onda MC və CD-nin də 1'in 2'ye nisbətində bölməlidir. Yəni belə çıxır ki, onda 24-cü sualda 5'in 10'a nisbəti bərabərdir MC-nin CD-yə, yəni 7'yə nisbət. Buradan MC-ni taparıq 3/5. Cavab olur D variantı. Və yaxud da ki, oxşarlıqla gedə bilərsiniz. Yəni bu sarı üçbucaq ümumi yekə üçbucaqla oxşardır. Oradan da tapa bilərsiniz. Sonra baxaq 25-ci suala. 25-ci sualda verilib ki, üçbucağın tərəfləri 2, 5, 4 nisbətindədir və üçbucağa oxşar olan digər üçbucağın perimetri 22 santimetrdir. İkinci üçbucağın ən böyük tərəfini tapın. Bu üçbucaqlar əgər oxşardırsa, onda bunun tərəfləri 2, 5, 4 nisbətində olduğu kimi, digər buna oxşar olan üçbucağın da tərəfləri 2, 5, 4 nisbətində olmalıdır. Və onda 2K, 5K və 4K. Bunları toplasaq, eləməlidir 22. Buradan alırıq 11K bərabərdir 22'yə və buradan kan tapırıq 2. Bizə deyir ikinci üçbucağın ən böyük tərəfini tap. Onun da ən böyük tərəfi 5K'dır. Yəni 5'i vurarıq 2'yə eləyər 10. Cavab olar A variantı. Sonra bir kvadratın tərəfi digər kvadratın tərəfindən 25 dəfə böyükdür. Onların daxilinə çəkilmiş çevrələrin radiusları nisbəti hansı ola bilər? 2 dənə kvadrat biz bilirik ki, bunlar oxşar olur həmişə. Yəni ümumən düzgün çoxbucaqlar hamısı bir-birindən oxşardır. Misal üçün düzgün üçbucaqlar bir-birindən, düzgün dördbucaqlar bir-birindən və s. Bizə deyir birinin tərəfi digərinin tərəfindən 25 dəfə böyükdür. Yəni A1'in A2'yə nisbəti bərabərdir 25'ə. Və biz də bilirik ki, A1'in A2'yə nisbəti həm də bunların daxilə çəkilmiş çevrələrin nisbətinə bərabərdir. Daxilə çəkilmiş çevrələrin radiusları nisbəti hansı ola bilər? Elə o da 1'in 25'e və 25'in 1'ə nisbəti C variantı. Sonra baxaq 27-ci suala. Bir kvadratın tərəfi digər kvadratın tərəfindən 9 dəfə böyükdür. Bu da eynidir. Elə burada da cavab olur 9 bölünsün 1. 27-ci sualda cavab oldu E variantı. Sonra baxaq 28-ci suala. Kvadratın tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat alınmışdır. Yəni fikir verin, bax kvadratın tərəflərini birləşdirir. İkinci kvadrat alınır. 2 dənə kvadrat bir-birindən oxşardır. Birinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusunun ikinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusuna nisbətini tapın. 27-ci sual və bizdən istədiyi birinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusunun ikinci kvadratın xaricinə çəkilmiş çevrənin radiusuna nisbətidir. Biz bilirik ki, R1'in R2'yə nisbəti yenə A1'in A2'yə nisbətidir. Tərəflərin ortasını birləşdirməklə alınır bir kvadrat digərindən. Biri olsun belə, digəri isə bunun orta nöqtələrini birləşdiririk və belə bir kvadrat almış oluruq. Tərəfin orta nöqtəsi D, buralara bir A yazıram. Bunlar hamısı olur A. Onda belə çıxır ki, bu düzbucaqlı üçbucaqdan fikir verin, bu qırmızı ilə işarələdiyim düzbucaqlı üçbucaqdan biz tapa bilərik hipotenuzu. Hipotenuz olur A kök 2. Onda balaca kvadratın da tərəfi olur A kök 2. Böyüyünkü 2A'dır. Böyüyünkü 2A'dır. Balacanınki isə A kök 2'dir. Buradan alarıq ixtisar gedir. Hər tərəfdə kök 2'yə bölsək və yaxud da 2'ni kök 2'yə bölsək qalır kök 2. Yəni bunu da kök 2 bölsün bir şəkildə deyə bilərik. Sonra baxaq 29'a. Kvadratın tərəflərinin ortasını birləşdirməklə ikinci kvadrat alınmışdır. Bu kvadratların xaricinə çəkilən çevrələrin radiusları nisbətini tapın. Elə bunu da bayaqki sualla demək olar ki, eynidir. Burada da cavab olur kök 2 bölünsün 1. Baxaq 30-cu suala. ABC üçbucağında YF paraleldir AC-yə. YB-ni verib 3, AY-ni də verib 5. AC 16-dırsa YF-i tapın. 30-cu sual. Biz bayaqlarım danışmışdıq ki, bura alfadırsa, burada alfadır.
bura bir bettadırsa, burada bir bettadır. Yəni bu üçbucaqlar oxşardır. Və bu üçüncü bucaqda qamma ortaqdır. Balaca üçbucaqda qammanın qarşısındakı YF-in yekə üçbucaqdakı qammanın qarşısındakı 16-ya nisbəti bərabərdir. Balaca üçbucaqda bettanın qabağındakı 3-ün yekə üçbucaqda bettanın qabağında baxın bu tərəf durur. Yekə üçbucağın tərəfi 8. Buradan YF-i tapırıq ki 6-dır. Və bizdən istədiyi nədir? Elə YF-dir, cavab olur 6, B variantı. Sonra baxaq növbəti 31-ci suala. 31-ci sualda da eynidir. Bura bir alfa yazsaq, burada olar alfa. Bu da qammada ortaqdır. Balaca üçbucaqdakı qammanın qarşısındakı MN-in, yazıram MN-in, yekə üçbucaqda qammanın qarşısında 33 dayanır. Bərabərdir. Balaca üçbucaqda alfanın qarşısında 3 durur. Yekə üçbucaqda isə alfanın qarşısında 11 durur. Və buradan MN-i tənasübdən tapa bilərik ki, 9-a bərabərdir. Cavab olur 9, A variantı. Sonra baxaq 32-ci suala. Katetləri 3 və 4 cm olan düzbucaqlı üçbucağa oxşar, perimetri 84 cm olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. 32-ci sual. Katetləri 3-4 olan düzbucaqlı üçbucağa oxşar olan, perimetri 84 olan düzbucaqlı üçbucaq. Baxın, bir üçbucağın katetləri 3-ün 4-dədir. Onda 3 və 4 cm hipotenuzu olar 5. Buna oxşar başqa bir üçbucaq da belə olsa və onun da oxşar olduğundan digər tərəfləri 3K, 4K və 5K olmalıdır. Və onda bunun perimetri eləyir 3K üstə gəl 4K üstə gəl 5K. Bunu verib 84. Buradan alırıq 12K bərabər 84. K da bərabərdir 7-yə. K 7-dirsə və digərinin hipotenuzunu istəyir. Yəni 5-i vurarıq 7-yə, eləyir 35, B variantı. Baxaq 33-cü suala. Katetləri 6 və 8 cm olan düzbucaqlı üçbucağa oxşar, hipotenuzu 6 olan. 33-cü sual. Yenə eyni tip sualda. Bu səfər katetlər 6 və 8-dir. Buraya yazıram 6, 8. Hipotenuz olar 10. Buna oxşar başqa bir üçbucağın tərəfləri buna oxşardı deyə olar 6K, 8K və 10K. Perimetri eləyər 6K üstə gəl 8K üstə gəl 10K. Bunu verib 30. Buradan alırıq 6K ilə 8K, daha doğrusu hipotenuzu 30 veribdir. Bunu onda düzəldək, perimetri bu dəfə verməyib. Yəni 10K-nı verib 30. Buradan K-nı tapırıq 3. K 3-dür və bu üçbucağın perimetrini tapın. Perimetri də 6K, 8K və 10K-dır. Bunu da toplayanda eləyir 24K. K da 3 olduğundan olur 24 vuraq 3, yəni 72. A variantı. Sonra baxaq 34-cü suala. 34-cü sualda tərəflərin orta nöqtəsidir. Tərəflərin ümumən orta nöqtəsidirsə, yəni bunlar bərabərdir və bunu S-dirsə, onda bura avtomatik 3S olur. Və bizdən istədiyi A, B, M, N dörtbucaqlısı, yəni 3S-in ümumi üçbucaq 4S-ə nisbətidir. Buradan S-lər ixtisar gedir, qalar 4-də 3. Sonra bura yazsaq S, bura olar 3S. 35-ci sual. Bu dəfə də S-in 4S-ə nisbətini istəyir. Bu da eləyir 4-də 1. Bunu rahatlıqla isbat eləyə bilərik. Gəlin isbatında yazaq. Bilirəm ki, şərtlərdə bildirəsiz. Paralel xətləri çəkirəm və bunlar bir-birinə bərabərdir. Onda bura bir A yazsaq, burada olar A. Və biz bayaq danışmışdıq ki, bura bir alfadırsa, burada alfadır. Bu qammada ortaqdır. Onda belə çıxır ki, bu üçbucaqlar oxşardır. Balaca üçbucaqda alfanın qabağındakı A-nın, yekə üçbucaqda alfanın qabağındakı 2A nisbətinin kvadratı bərabərdir bunların sahələri nisbəti. Bura bir S1 yazsaq, ümumi də S2 olsun. Ümumi üçbucaqda S2. Onda olur S1-in S2-yə nisbəti. Buradan alırıq 4-də 1 bərabərdir S1-in S2-yə nisbəti. S1-ə 1, S1 bir dənə S, S2 də 4 dənə S yaza bilərik. S1-ə 1 S yazsaq, ümumi yekə üçbucağın sahəsi 4S olması üçün bu trapesiyanın sahəsi olur 3S. Rahatlıqla belə ispat etmək olar. Sonra baxaq 36-cı suala. 36-cı sualda verilib ki, M-in paraleldir BC-yə. M-in BC-yə nisbəti 2-nin 9-adır və NC-nin AC-yə nisbətini istəyir.
Yenə paraleldirsə bunlar oxşardır. MN 2K, MN 2K, BC isə 9K rahatlıqla yaza bilərik. Onda belə çıxır ki, bu balaca üçbucaqla yekə üçbucaq bir-birinə oxşar olduğuna görə balaca üçbucağın bütün tərəflərinə, misal üçün bura 2Y, burada 2A yaza bilərsiniz. Yekədə isə bu tərəflər oxşardır deyə bura 2K 9K yazdığımız kimi bura 2Y yazmışıqsa bu tərəf olmalıdır 9Y. Bura 2A'dırsa bu tərəf olmalıdır 9A. 2Y-in buradadırsa 9Y olması üçün bu balaca isə 7Y olmalıdır. Və bizdən də elə bu 7Y-in ümumi 9Y-ə nisbətini istəyir. Yəni 7-nin 9-a nisbəti. Sonra baxaq 37-ci suala. 37-ci sual da eyni tipli sualdır. Deməli, üçbucağı çəkək və orta xətt var burada. Daha doğrusu orta xətt deyil, MN paralel düz xəttdir. MN-in BC-yə nisbəti 3-ün, yəni 3K-nın 7K-ya nisbətdir. 7K. Onda bunun bütün tərəfləri 3A və 3B şəklində göstərə bilərik. Bu yekənin də uyğun tərəflərini 7A və 7B kimi göstərə bilərik. Bu 7A-nın 3A-sı buradadırsa, yerdə burada qalır 4A-sı. Və bizdən istədiyi AE-nin, yəni 3A-nın NC-yə nisbəti, o da 4A-dır. Bunlar da ixtisar gedəndə qalır 3 bölünsün 4 D variantı. Baxaq 38-ci suala. CD düz xətti AC və DF xətlərinə perpendikulyardır. BF 8 cm-dir. Kosinüs A-nı verib 7 bölü 8. DB-ni tapın. 38-ci sual. Deməli, belə bir düz xətt çəkir. Daha doğrusu düzbucaqlı üçbucaqdır. Bunu axıra kimi çəkək. Burada da bir düzbucaqlı üçbucaq var. Adlandırsaq CD, A-dır, B-dir və bura D-dir və burada F-dir. Bunlar da düzbucaqdır. Məlum məsələ ki, bura bir alfa yazsaq, qarşılıqlı bucaq deyə burada alfa olar. Bura bir beta yazsaq, alfa ilə betanın cəmi 90 olmalıdır. Onda məcbur burada bir beta olmalıdır ki, alfa ilə betanın cəmi 90 olsun. Onda belə çıxır ki, bu düzbucaqlı üçbucaqlar oxşardır və BF-i verib 8. BF yazdıq 8. Kosinüs bucaq A-nı verib 7 bölü 8. Biz bilirik ki, kosinüsün tərfinə görə, yəni kosinüs bucaq A-nı, yəni betanı verib, kosinüsün tərfinə görə bitkiş katet 7x olmalıdır ki, hipotenüzdə 8x olmalıdır ki, 7x-in 8x-ə nisbəti 7 bölü 8 olsun. Bu kosinüsün tərifidir. Və bizdən istədiyi haradır? B-dir. Bizdən istədiyi B-dir. Gəlin belə eləyək. Pifagordan istifadə edək. BC tərəfini tapaq. Bura bir A yazıram. Bilirik ki, A-nın kvadratı üstə gəl 7x, yəni 49x-in kvadratı bərabərdir 64x-in kvadratına. Buradan A-nın kvadratı bərabərdir 15x kvadratına və buradan A bərabərdir kök altında 15x. A-nı tapdıq kök altında 15x və indi oxşarlıqdan istifadə edə bilərik. Birində betanın qabağında kök altında 15x dayanır. Bölürük. Birində də betanın qabağında BD dayanır. Bərabərdir. Birində 90 dərəcənin qabağında 8x-dir. Digərində 90 dərəcənin qabağında 8-dir. Və buradan x-lər ixtisar gedir, 8-lər də ixtisar gedir. Qalır BD bərabərdir kök altında 15. Cavab olur B variantı. Baxaq növbəti 39-cu suala. 39-cu sual da demək olar ki, eynidir. Bu sualı şəklin üzərindən geçsək, kosinüs C-ni verib 6 bölü 7. Yəni buranın kosinüsü 6 bölü 7-dir. Sonda bura bitişik tərəf 6x, hipotenüsdə 7x olar. Və biz Pifagordan istifadə edib 49-dan 36 çıxanda buranın kök altında 13x olduğunu tapa bilərik. Sonra vermişdi OD-ni 7. OD-yə 7 yazıb və B10 istəyir. Bu bucağa bir alfa yazsaq, burada bir beta yazsaq, onda burada beta olur qarşılıq deyə və alfa da bura olur. Birində alfanın qabağındakı kök altında 13x-dir. Digərində isə alfanın qabağındakı OB-dir. Bunlar bərabər olmalıdır. Birində 90-ın qabağında 7x-dir. Birində isə 90-ın qabağında 7-dir. Buradan 7-lər və x-lər ixtisar gedəndə OB-nin rahatlıqla kök altında 13 olduğunu görə bilərsiniz. Burada cavab olur kök altında 13.
Baxaq 40-cı suala. Bu üçbucaqlar deyir oxşardır. A1-in B1-ə və A1 B1 və AB nisbətini tapın. Bunlar oxşardırsa və bu medianlar nisbəti elə tərəflər nisbətinə bərabərdir. Yəni kök altında bizdən A1 B1 birinci istədiyinə görə, yəni A1 B1-i bölsək AB-yə, A1 B1-ə uyğun olan median A1 M1'dir. Yəni o da 3 kök altında 3'dür. Bunu bölməliyik kök altında 3'ə, kök 3'də gedir qalar 3. 41-ci sual da eyni tip sualdır və burada sadəcə sahədir. Sahə olduğuna görə tərəflərin bu kvadratı olacaqdır. Yaxud da medianların kvadratı olmalıdır. S A1 B1 C1 A1 B1 C1 üçbucağında median 3 kök 3'dür. Yazarıq 3 kök 3 bölünsün. ABS üçbucağında isə kök 3'dür median. Bunların kvadratı. Qalır 3'ün kvadratı, bu deyilir 9. Burada cavab olur D variantı. Baxaq 42-ci suala. 42-ci sualda verib ki, oturacaqları AD və BC olan ABC trapesiyasında o diagonalların kəsişmə nöqtəsidir. 42-ci sual. Deməli bir trapesiya var və bu trapesiyanın diagonallarını veribdir. Bu olsun bizim trapesiya və bu da trapesiyanın bir diagonalı və bir diagonalı da budur. Və bura bir alfa yazsaq, çarpaz bucaqlara görə bura alfa olmalıdır. Bura bir beta yazsaq, eyni şey burada da var, burada bir betadır və bu bucaqlarda gamma və qarşılıqlı gamma. Qarşılıqlı bucaqlar deyə bərabərdir. Onda belə çıxır ki, buradakı bu yazdığımız bunları rəngləyim. Biri bu sarı 3 bucaq. Fikir verin, baxın bu sarı 3 bucaq. Biri də bu aşağıdakı 3 bucaq. Bunlar bir-birinə oxşar olmuş olur. Yəni bu üç bucaqlar bir-birinə oxşardır. Onda belə çıxır ki, biz oxşarlıqdan istifadə edib bunu yaza bilərik belə. OD-ni verib 20, bunları adlandırım. AD və BC oturacaqlardır. Deməli, bura yazaq AD, bu da olsun BC və bu da O nöqtəsidir. AD veribdi, daha doğrusu BO-nu veribdi 8, bura yazdıq 8. OD-ni də veribdi 20. Burada olsun 20. AC veribdi 42. Bura bir x yazsaq, onda aydın məsələdir. Bu O-ya kimi məsafə 42 minus x olur. OA və OC-ni tapın. OA və OC-ni tapın. Alfanın qarşısında sarı üçbucaqda alfanın qabağında 8-dir. Yekə üçbucaqda aşağıdakı alfanın qabağındakı 20-dir. Bərabər olmalıdır. Sarı üçbucaqda betanın qabağındakı x-in digər üçbucaqda betanın qarşısındakı 42 minus x-ə nisbət. Bunları 4-ə bölsək 5 və 2 qalır burada. Tənasüb kimi vursaq 5x bərabərdir 84 minus 2x-ə və buradan 7x bərabərdir 84-ə, x bərabərdir 12-yə. X-i tapdıq 12. Gətirib yerinə yazsaq, OC olar 12, digəri isə 30. Cavab olur 30 ilə 12. D variantı. Sonra baxaq 43-cü suala. 43-cü sualda da oturacaqları veribdir. Deməli, 43-cü suala baxaq. Yenə eyni şeydir. Trapesiya verib. Bu olsun bizim trapesiya və trapesiyanın bu diagonallarıdır. ABC trapesiyasında adlandıraq ABC və D trapesiyası. O diagonalların kəsişmə nöqtəsidir. Sonra verib AD-ni 20, AD-yə yazdıq 20, BC-ni isə 15 verib. AC diagonalı isə 28-dir. Onda bura bir OC-yə x yazsaq, bura olar 28 minus x. Bura bir alfadsa, onda məlum məsələdə burada alfadır. Bu bucaqlarda bir beta yazsaq, qarşılıqlı deyə bərabərdir. Onda balaca üçbucaqda betanın qabağındakı 15-in yekə üçbucaqda betanın qabağındakı 20-yə nisbəti bərabərdir. Balaca üçbucaqda alfanın qabağındakı x-in yekə üçbucaqda alfanın qabağındakı 28 minus x-ə nisbəti. Bunu 4-ə, daha doğrusu 5-ə bölsək burada qalar 4, burada qalar 3. Vursaq tərəf-tərəfə 4x bərabərdir 84 minus 3x. Buradan 7x bərabərdir 84-ə, x bərabər 12-yə. X 12-dirsə, bura OC olur 12, digəri isə 28-dən 12 çıxanda qalır 16. Cavab olur 16 və 12. Baxaq 44-cü suala. 44-cü sualda verib ki, AB və CD vətərləri K nöqtəsində kəsişir.
CK kök altında 3'dür, AK isə 2'dir. Bunların sahələr nisbətini tapın. Deməli bunun oxşarlığı necədir? Bax, bu qövsə biz 2 alfa yazsaq, bu daxilə çəkilmiş bucaq deyə alfadır və bu da eyni qövsə sökəndiyinə görə alfa olur. Və bura bir 2 beta yazsaq əgər, onda bura bir beta olar və bu da daxilə çəkilmiş deyə beta. Bu bucaqlarda qarşılıqlı bucaqlar deyə bərabərdir. Onda belə çıxır ki, bu sarı ilə göstərdiyim üçbucaq bu aşağı hissədəki üçbucağa oxşardır. Baxın, söhbət bu üçbucaq. Buna oxşardır. Əgər onda bunlar oxşardırsa, onda sahələr nisbəti uyğun tərəflər nisbətən kvadrat olar. Onda biz yaza bilərik ki, CK-nın üzərinə verib kök 3, CK-nın üzərinə kök 3 yazıram. Və AK-nı da verib 2. CKB üçbucağının sahəsini CKB bölsək AKD üçbucağının sahəsinə, bu tərəflərin nisbətin kvadratı olar. Yəni kök 3-ün 2-yə nisbətinin kvadratı. Bu da kvadrata yüksəldəndə alırıq 3/4 B variantı. Eyni bir şeyi 45-ci sual üçün də yaza bilərik. 45-ci sualda da kök 2-ni 3-ə bölüb kvadrata yüksəlsək, alırıq 2 bölünsün 9. Cavab olur B variantı. Baxaq 46-cı suala. Orta xətti 56 cm olan trapesiyanın diagonalların kəsişmə nöqtəsi oturacaqlardan 6 və 8 cm məsafədədir. Trapesiyanın oturacaqlarının uzunluqlarını tapın. 46-cı sual. Bu olsun bizim trapesiya və bu trapesiyanın diagonalları var və onun diagonalların kəsişmə nöqtəsi olsun hər hansı bir O nöqtəsi. Bu O nöqtəsini biraz kənardan yazaq. Sonra deyir trapesiyanın orta xətti. Bu da olsun trapesiyanın orta xətti. Trapesiyanın orta xətti. Sonra orta xətti 56'dır. Onda belə çıxır ki, bunların oturacaqları cəmi, yəni A üstə gəl B 112 eləməlidir ki, 2-yə böləndə 56 etsin. Oturacaqlardan 6 və 8 cm məsafədədir. Bu o kəsişmə nöqtəsi. O kəsişmə nöqtəsi. Oturacaqlardan 6 və 8 cm məsafədədir. Bu olsun 8, burada olsun 6. Və biz bayaq isbat etmişdik ki, bu rənglədiyim üçbucaqlar bir-birinə oxşardır. Baxın, hansı üçbucaqdan söhbət gedir? Biri bu sarı üçbucaqdır. Biri isə bu aşağıda rənglədiyim bu üçbucaq. Bunlar bir-birinə oxşardır. Onda bir-birinə oxşardırsa, hündürlüklərin nisbəti tərəflərin nisbətinə bərabərdir. Yəni birinin hündürlüyü 8-dirsə, onda məcburdur ki, onların tərəfləri, yəni bu tərəf 8A olanda, digəri isə, daha doğrusu A yazmayaq, A yuxarı yazmışıq, 8K yazaq. Bura 8K olanda, bura olsun 6K. Və biz buradan alırıq ki, 14K, yəni 112'dir. Və buradan K tapırıq 8. Trapesiyanın oturacaqlarının uzunluqlarını istəyir. 6-nı 8-ə vursaq eləyir 48. Bir dəfə də 8-i 8-ə vursaq eləyir 64. Cavab olur 48 və 64 C variantı. Burada nədən istifadə etdik? H1-in H2-yə nisbəti bərabərdir A-nın B-yə nisbəti. Yəni tərəflər nisbəti onsuz da ki, hündürlüklər nisbətinə bərabərdir. Baxaq 47-ci suala. 47-ci sualda da orta xətti 18-dir. Orta xətt 18-dir, onda belə çıxır ki, bunların oturacaqları cəmi 36 eləməlidir. Və biz də bilirik ki, A-nın B-yə nisbəti şəkil yuxarıda var. Şəkillə müqayisə etsək, A-nın B-yə nisbəti 5-in 7-yə nisbətidir. 5-in 7-yə nisbətidir. Onda A-ya 5x, B-yə 7x yazsaq, alarıq 12x bərabərdir 36-ya, x bərabərdir 3-ə. 5-i bir dəfə 3-ə vursaq, eləyər 1-i 15, 7-ni 3-ə vursaq, alarıq 21. Burada cavab olur 15 və 21 B variantı. Baxaq növbəti 48-ci suala. 48-ci sualda verib ki, ABC-də bucaq C 90 dərəcədir və AMN də 90 dərəcədir. Yəni 2 dənə düz bucaqlı bucaq var və bunlar da hökmən bir-birinə oxşardır. MN-i verib 1, BC-ni verib 2. Birinə x, y yazıbdır və bizdən y-i x ilə ifadə edin deyir. Bunu şəklin üzərində yazsaq, bura bir alfa qeyd edirəm. Burada bir beta. Aydın məsələdə alfa ilə beta 90'dırsa, onda burada bir beta olmalıdır ki, bunlar
alfa ilə betanın cəmi yekə üçbucaqda 90 etsin. Və sonra nəyi bilirik? Fikir verin, bu yekə üçbucaqla balaca düzbucaqlı üçbucaq oxşar oldu. Və 1, 2-dən 2 dəfə azdır deyə, bu demək ki, onda bu M-in xətti orta xətt. Orta xəttdirsə, onda bura Y-dirsə, burada Y yazmalıyıq. Sonra balaca üçbucaqda Pifaqor tətbiq edirik. X-in kvadratı üstə gələk 1-in kvadratı bərabərdir Y-in kvadratına. Və buradan Y bərabərdir kök altında X-in kvadratı plus 1 almış oluruq. Və bunu da veribdir B variantında. Baxaq 49-cu suala. AD və BC vətərləri K nöqtəsində kəsişir. AKS və BKD üçbucaqların perimetrləri uyğun olaraq 20-nin 24-dədir. AK-nın BK-yə nisbətini tapın. Bu sualdan bayaq işləmişdik. Yuxarıda var idi. Gəlin burada yenidən yazaq. Deməli, bu olsun bizim şəkil. Şəkili qıraqdan çəkeyim. Rahatlıqla görə bilək deyə. Və mən bura 2 alfa yazıram. 2 alfadırsa bu daxilə çəkilmiş bucaqdaya alfadır və eyni ilə bu da alfa olmuş olur. Və bura bir 2 beta qeyd etsəm, onda bura olar beta və bu da daxilə çəkilmiş bucaqdaya, bura da olur beta. Və bu bucaqlarda aydın məsələdir, qammdırsa, qarşılığı deyə bu da qamma olur. Və onda biz yaza bilərik ki, bu üçbucaqlar oxşardır. Yəni bu üçbucaqlar əgər oxşardırsa, AK ki var, bura yazaq A, deməli buranı verib A, bura olsun K, burada D-dir. Bura B-dir və bura C-dir. Onda belə çıxır ki, betanın qabağındakı AK-nın, digərində betanın qabağındakı BK-yə nisbəti bərabər olmalıdır. Bunların elə perimetrlər nisbətinə. Perimetrləri də veribdir 20-nin 24-də. Bunu ixtisar aparsaq, burada qalır 6, burada qalır, deməli bunları 4-ə bölsək 5. Cavab olur 5 bölək 6 A variantı. 50-ci sual da eyni tip sualdır. KS-nin KD-yə nisbəti uyğun olaraq perimetrlər nisbətinə bərabərdir. Yəni 12-nin 10-a nisbəti. Buradan da 2-yə ixtisar aparsaq qalır 6-nın 5-ə nisbəti C variantı. Yəni bu da 49-cu sualından rahatlıqla istifadə edib yaza bilərsiniz. Sonra baxaq 51-ci suala. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuzə çəkilmiş hündürlük onu 1-in 16-ya nisbətində bölür. 51-ci sual. Deməli bir düzbucaqlı üçbucaq çəkək. Və bu düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlük onun hipotenuzunu 1-in 16-ya nisbətində bölür. Yəni bura bir x yazsaq, bura olsun 16x. Onda aydın məsələ ki, bura bir h yazsaq, h-ın kvadratı bərabərdir. M-in düsturuna əsasən h kvadratı bərabərdir x vuraq 16x olur. Və buradan h bərabərdir 4x almış olaraq. Onda bura oldu 4x. Bizə deyil, böyük katetin hipotenuzuna əmələ gətirdiyi bucağın tangensini tapın. Biz bilirik ki, bu x və 16x bu katetlərin hipotenuzlarındakı kölgəsidir. Yəni proyeksiyasıdır. Onda belə çıxır ki, bu x 16x-dən daha balacadır deyə bura böyük katetdir. Bura isə kiçik katetdir. Burada bir alfa yazıram və bizdən istədiyi bu böyük katetin hipotenuzuna əmələ gətirdiyi bucağın tangensi. Və bu düzbucaqlı üçbucaqdan yaza bilərik ki, tangensin tərəfinə görə qarşıdakı katetin bitkiş katetə nisbəti. Yəni 4x-in 16x-ə nisbəti, bu da eləyir 4-də 1. Cavab eləyir D variantı. Baxaq 52-ci suala. 52-ci sualda verilib ki, ABC üçbucağında bucaq B 90 dərəcədir və BD perpendikulyardır AC-yə. Sonra BD-ni verib 12. BD-yə yazdıq 12. BC-ni isə verib 20. Onda Pifaqordan rahatlıqla buranın 16 olduğunu görə bilərik. Sonra 12-nin kvadratı bərabərdir. Bura bir x yazsaq, x vuraq 16. Buradan x bərabərdir 9 almış olarıq. Onda bura olur 9. Bizdən istədiyi AD-dir. Elə AD-ni də tapdıq 9E variantı. Baxaq növbəti suala. 53-cü sual. 53-cü sual da eyni tip sualdır. Bizə buranın perpendikulyar olduğunu deyir. Sonra BD verib 24. Bura yazdıq 24. AB-ni verib 30. AB yazdıq 30. Pifaqora görə AD-ni taparıq 18. Sonra bura bir x yazsaq. X-in yazarıq ki, deməli 53-cü sualda 24-ün kvadratı bərabərdir 18 vuraq x. Yəni h kvadrat bərabər m-in düsturuna əsasən. Buradan alarıq 24 vuraq 24 bərabərdir 18 vuraq x. 6-ya ixtisar aparsaq burada qalar 3, 6-ya ixtisar aparsaq qalar 4.
Təzədən bir də 3-ə bölsəm, burada qalar 8. X bərabərdir 4 dəfə 8 32. Burada cavab oldu 32 A variantı. Sonra baxaq 54-cü suala. 54-cü sual. Sualda belə deyir. ABC üçbucağında bucaq bir 90 dərəcədir. Yəni bu şəkli qıraqdan çəkək. Şəklin üzərində biraz yaxşı görsənmir. Deməli, bura 90 dərəcədir və buradan aşağı bir xətt çəkir. Yeni birində bura çəkir. Bura D nöqtəsi, bura olsun C nöqtəsi və bura B nöqtəsi. Bura E'dir, burada A'dır. ABC üçbucağında bucaq bir 90 dərəcədir. Və BD perpendikulyardır AC-yə. Yəni burada 90 dərəcədir. D'ye isə AB-yə perpendikulyardır. Burada perpendikulyardır. AB-ni verib 40 cm, BC-ni isə 30. AB-nin üzərinə yazıram. Deməli, AB-nin üzərinə yazaq 40, BC-ni isə verib 30. Və onda belə çıxır ki, bu hipotenüs 50 imiş. Pifagor ədədlərinə görə. Mən bura bir H yazsam, ABC üçbucağından H tapa bilərəm ki, H bərabərdir AB bölünsün C-dir. Yəni 30 vurulsun 40 bölünsün 50. Buradan bunlar ixtisar gedər. 120-ni 5-ə bölsək alarıq 24. Deməli bura oldu 24. Onda 30 24. Bura Pifagora görə olar 18. 50-nin 18-i buradadırsa bura qalar 32-si. Sonra bu rənglədiyim sarı düzbucaqlı üçbucaq ki var. Bu sarı düzbucaqlı üçbucaqdan yenə H kvadrat bərabər M-ni tətbiq edə bilərik. Onda yazaram ki, H kvadratı bərabərdir. Daha doğrusu H kvadratdan getmirik. Heç ona ehtiyac yoxdur. H bərabərdir. Yenə yazaq. AB bölünsün C. Yəni 24 vurulsun 32 bölünsün 40. Bu H da budur. Buradan da hər tərəfi 4-ə bölsəm, 4-ə bölsəm burada qalar 3. Burada qalar 10. Alırıq 3 vur 32, yəni 96 bölünsün 10. Bu da eləyir. Daha doğrusu 4-ə böləndə orada 3 qalmır. Onu düzəldək. 4-ə böləndə burada qalır 10. 4-ə böləndə 6 qalır. Təzədən 6-nı 32-yə vursaq eləyər 192. 10-a bölsək alarıq 19 onda 2. Deməli burada cavab olur 19 onda 2 D variantı. Sonra baxaq 55-ci suala. 2 bərabər yanlı üçbucağın təpə bucaqları kongruentdir. Birinci üçbucağın yan tərəfi 25, oturacağı 12-dir. İkinci üçbucağın oturacağı 15-dir. Yan tərəfini tapın. 2 bərabər yanlı üçbucağın təpə bucaqları kongruentdirsə, onda belə çıxır ki, bu üçbucaqlar oxşardır. 55-ci sual. Baxın, bir üçbucaq olsun bu. Bir üçbucaqda olsun ona oxşar bu. Deməli, bir üçbucaqda olsun bu. Bunların təpə bucaqlarına alfa yazaq. Buraya yazıram alfa. Bunlar kongruentdir. Onda belə çıxır ki, bu bucaq oturacağı bitki bucaqlar olur 180 minus alfa bölü 2. Yəni 90 minus alfa bölü 2. Eynisi bunda da var da. Eyni şey 90 minus alfa bölü 2. Bucaq əlamətinə görə bunlar oxşardır. Və bizə deyir birinci üçbucağın yan tərəfi 25-dir. Oturacağı 12-dir. İkinci üçbucağın oturacağı 15-dir. Yan tərəfini tapın x. Bilirik ki 25-in x-ə nisbəti 12-nin 15-ə nisbəti olmalıdır. Və bizdən istədiyi bu x-dir. İxtisar aparsaq əgər, deməli neçə ixtisar apara bilərik? 3-ə ixtisar aparsaq burada qalar 4. 3-ə ixtisar aparsaq qalar 5. X bərabərdir 125 bölünsün 4. 125 də 4-ə böləndə 31 tam %25 alarıq. Cavab olar D variantı. Sonra baxaq 56-cı suala. 56-cı sualda DY-ni verib 4, BC-ni isə verib 7. AD-nin BD-yə nisbətən istəyir. Bura 4 7-dirsə, onda sən bunun bütün tərəflərinə 4A və 4B yaza bilərsən. Bunlar oxşardır deyə uyğun tərəfə 7A və burada 7B qeyd edə bilərik. 7A-nın 4A-sı oradadırsa, bura qalır 3A. Bizdən istədiyi isə 4A-nın 3A-ya nisbətidir, yəni 4-ün 3-ə nisbəti. Baxaq 57-ci suala. AM-i verib 3, BM-i verib 7. Bura 3-dürsə, onda sən bura 3A və 3B yaza bilərsən. Bu tərəf ümumilikdə 10-dursa, onda belə çıxır ki, bunun bu tərəfi də 10B olmalıdır.
Bunun oturacağı 3-adırsa, yekənin üçbucağı isə 10A olmalıdır. Bizdən istədiyi M-nin, yəni 3A-nın BC-yə nisbəti, 10A-ya nisbəti, 3-ün 10-a nisbəti eləyir E variantı. Baxaq 58-ci suala. CD və M-in vətənləri K nöqtəsində kəsişir. Bunların oxşarlığını bayaqdan isbat edirik. Yenə yaza bilərik ki, bura bir alfadırsa, bura olar 2 alfa və bu da daxilə çəkilmiş bucaq deyə alfadır. Bura bir 2 beta yazsaq, bura olar beta və bu da daxilə çəkilmiş deyə bu da betadır. Bunlar da qarşılıqlı bucaqlar deyə bərabərdir. Və bizə şərtdə verib ki, MC 9-dur. 58-ci sual. Yəni bu üçüncü bucaq ki var, buna bir qamma qeyd edək. Qammanın qabağındakı MC-nin, yəni 9-un, digərində qammanın qabağındakı ND, yəni 15-ə nisbəti bərabərdir. Bunların perimetrlər nisbəti 21-in, digərinin perimetri də qalsın. Buradan 3-ə bölsək, burada qalar 3, 3-ə bölsək 7. Təzədən 3-ə bölsək 5. Buradan P bərabərdir 35 almış olarıq B variantı. Baxaq növbəti 59-cu suala. 59-da da eyni tip sualdır. 59-cu sual. Bu üçbucaqlar oxşardır. MCK ilə KND. MC-nin 8-in digərində ND 12-yə nisbəti. Birinin perimetri P1-dir, digərininki isə 36-dır. Buradan ixtisar aparında 3 qalır. 3-ü də 8-ə vursaq 24 D variantı almış olarıq. Baxaq 60-cı suala. 60-cı sualda belə bir oxşarlığı özü verib AD-ni deyir tapın. Deməli bu körbucaqlı üçbucaqdır. Və buradan belə bir xətt çəkilib. BD xətti. Burada A-dır və C. Bura bir alfa yazsaq, bu bucaqlar bir-birinə bərabərdir. Burada bir beta. Fikir verirsiniz nəyə? Burada yekə ABC üçbucağı ki var. Üçbucaq ABC üçbucağı. Bu oxşardır. Balaca üçbucaq ki var. Hansı bucaq deyim? Fikir verin. B deməli biz bayaqlarım ABC yazmışdıq. Hə, indi B, D və C qeyd edək. Bunlar oxşardır. Niyə oxşardır onu da deyim. Bir üçbucağın iki bucağı aynı B-dir. Digərində yekə üçbucaqda da bucaqlar aynı B-dir. Onda belə çıxır ki, bunlar oxşardır. Bucaq əlamətinə görə. Və BC-ni verib 12. BC-nin üzərinə qeyd edirəm 12. DC-ni isə veribdir 9. DC-yi də yazdıq 9. Və bizdən istədiyi haradır? AD. AD-yi də yazaq X. Gəlin belə eləyək. Bu üçbucağın üçüncü bucağı, yekə üçbucağın üçüncü bucağı bu qırmızıdır. Balaca üçbucağın isə üçüncü bucağı budur. Onda biz balaca üçbucaqda qırmızının qabağında duran 12-nin, yekə üçbucaqda qırmızının qabağında duran X plus 9-a nisbətini bərabər etməliyik. Balaca üçbucaqda alfanın qabağında duran 9-un, yekə üçbucaqda alfanın qabağında duran 12-yə nisbətini. Buradan alırıq 144 bərabərdir 9x plus 81. 144-dən də 81-i çıxsaq, qalar 63. Bərabər 9x-ə və buradan x-in 7 olduğunu görərik. Cavab olur C variantı. Sonra baxaq 61-ci suala. 61-ci sualda verib ki, ABCD paralelogramdır. Həmin paralelogramı buradan qeyd edeyim. Belə bir paralelogramdır. Və paralelogramın tərəfinin birinin uzantısı A təpəsindən birləşdirək. Bura oldu A, B, bura F nöqtəsi, C nöqtəsi, D nöqtəsi və E nöqtəsi. ABCD paralelogramdır. AF parçası DC tərəfinin uzantısı ilə Y nöqtəsində kəsişir. AD 15-dir. Bura yazıram 15. CY isə 2-dir. Bura yazdıq 2. CF-i də 3 verib. Burada 3 yazaq və AB tərəfini tapın. AB tərəfini istəyir və bu AB tərəfi CD tərəfinə bərabərdir. Elə bura X yazaq. Bura bir alfa yazsaq, bu düz xətlər paraleldir deyə, onda belə çıxır ki, burada alfadır. Bura bir beta yazsaq, burada olar beta. Bu üçüncü bucaqlarda qamma oxşardır. Yəni ortaqdır, eynidir. Onda belə çıxır ki, bu üç bucaqlar oxşardır. Hansı üç bucaqlar deyirik? Biri bu sarı üç bucaqdan söhbət gedir. Biri də bu yekə ümumi üç bucaqdan. Bu iki üç bucaq bir-birindən oxşardır. Oxşarlığa görə yaza bilərik ki, alfanın, daha doğrusu qammanın qabağındakı 3-ün qeyd edirik. Digərində qammanın qabağında 15-ə nisbət.
Balaca üçbucaqda alfanın qabağındakı 2-nin yekə üçbucaqda alfanın qabağında durur 2 üstəgəl x. Və buradan 3-ə ixtisar gedəndə 5 qalır, 1 qalır. Alırıq 10 bərabərdir 2 plus 2x və x-i tapırıq buradan 8. Cavab olur E variantı. Sonra baxaq 62-ci suala. Trapesiyanın diagonalları kəsişmə nöqtəsində 3-ün 2-yə nisbətində bölünür. Onun orta xətti kiçik oturacağından neçə dəfə böyükdür? 62-ci sual. Trapesiyanın diagonalları, deməli bu olsun bizim trapesiya. Belə bir trapesiya var və bu trapesiyanın diagonallarını qeyd edək. Burada olsun O nöqtəsi. Trapesiyanın diagonalları kəsişmə nöqtəsində 3-ün 2-yə nisbətində bölünür. Yəni bura biz yazsaq 3x, bura olar 2x. Onun orta xətti, yəni bura. Gəlin belə eləyək. Bu 3-ün 2-yə nisbətində bölünürsə, biz bunun oxşarlığını, bax bu üçbucaqların oxşarlığını bayaq isbat etmişdik. Biri bu üçbucaqdır. Biri də bu sarı ilə göstərdiyim üçbucaqdır. Bunlar oxşar idi. Oxşarlığı hardan gəlir? Bura bir alfa yazsaydıq, onda bu bucaq da alfa olurdu. Bura bir beta yazsaq, burada bir betadır və bu üçüncü qamma bucaqlar da bərabərdir. Bu sarı üçbucağın bütün tərəfləri 3-ün misilləri olsa 3x, 3y və 3a yazsaq. Balaca üçbucaqda isə 2x, 2 eyni uyğun tərəfləri qeyd edək. Alfanın qabağında, betanın qabağındakı 3x, 2x isə alfanın qabağındakıları isə 3y-dirsə, onda burada 2y olmalıdır. Oturacağın biri 3A-dırsa, onda o birisi olur 2A. Bizdən istədiyi onun orta xətti. Orta xətti isə 5A-nı 2-yə bölsək, eləyər 2 onda 5A. 2 onda 5A onun oturacağından, hansı oturacaqdan? Kiçik oturacağından. Kiçik oturacaqda 2A-dır. 2A-dan neçə dəfə böyükdür? Alarıq ixtisar gedər. 2A-nı da 2-yə bölsək, alarıq 1,25. Sonra baxaq 63-cü suala. 63-cü sualda verib ki, ABC üçbucağında M ağırlıq mərkəzidir və DF və BK düz xətlərin uzantıları Y nöqtəsində kəsişir. Bu M ağırlıq mərkəzidir. Sonra deyir MK-nın KY-yə nisbət, MK KY-yə bərabərdir. DF ilə də BC bir-birinə paraleldir. FK-nın AC-yə nisbətini tapın. Gəlin burada oxşar üçbucaqları göstərək. Bura bir alfa yazsaq biz. Məlum məsələdir ki, burada alfa olar. Niyə? Çünki bu xətlər bir-birinə paraleldir və burada Z qaydası əmələ gəlir. Fikir verin, bunlar bucaqlar bərabər olmuş olur. Onda eyni qayda ilə bura bir beta yazsaq, burada bir beta olar. Bu üçüncü bucaqda qammadırsa, bunun qarşılığı da qammadır. Və bu M nöqtəsi medianların kəsişmə nöqtəsidirsə, bura bir x yazsaq, bura olar 2x, 2-nin 1-ə nisbəti olması üçün. Və şərtdə vermişdi MK ilə KY bərabərdir, onda burada x olur. Fikir verin, BKS üçbucağının bir tərəfi 3x-dir. Onda belə çıxır ki, bunun bütün tərəflərinə 3y və 3a kimi qeyd edə bilərik. Balaca üçbucağın bir tərəfi x-dirsə, digəri a ilə y olmalıdır. Amma birində alfanın qabağı 3y-dirsə, digərində isə alfanın qabağı y olmalıdır və onda belə çıxır ki, bura a-dır. Sonra bizə nə vermişdi? Deməli, oxşarlığa gətirməliyik biz bunları. Oxşarlığın birini isbat etdik. Şərtə qaydaq. Burada vermişdi ki, BK mediandır. Çünki M ağırlıq mərkəzindən keçir. Mediandırsa, onda buradan aşağı 3y-dirsə, yuxarı da 3y olmalıdır. Və o da 3y-in y-ə buradadırsa, bura qalır 2y. İndi verilənləri yerinə yazaq. FK-nı veribdir. Daha doğrusu biz tapışıq. FK-nı tapışıq y. AC-ni də tapışıq 6y. Y-lər ixtisar gedəndə qalır 6-da 1 B variantı. Sonra baxaq 64-cü suala. ABCD trapesiyasında AB paraleldir DC-yə. AC diagonalı isə BY parçası ilə F nöqtəsində kəsişir. AY bərabərdir YD-yə. Yəni bunlar bir-birinə bərabərdir. DC 6-dır. DC-yə 6 yazaq üzərində. YF isə 3-dür. YF-ə də 3 yazdıq. AB isə 9-dur. Burada yazırıq 9. FB parçasının uzunluğunu tapın. FB parçasının. Gəlin bu orta nöqtədən başlayaq. Bura bir paralel xət çəkək. Bu olsun orta xət.
Onda belə çıxır ki, baxın bu qırmızı ilə işarələdiyim üçbucaqda bura 6-dırsa, onda burada olur 3. Bilirəm ki, fikriniz qarışacaq. Ona görə gəlin bu trapesiyanı əlavə buradan çəkək və onun üzərindən izah edək. Deməli, belə bir xətt çəkilib buradan. Sonra buradan buranı birləşdirib. Ardıcıl geçsək, buralar bir-birinə bərabərdir. Və mən deyirəm ki, buradan belə bir paralel xətt çəkək. Onda bu orta xəttdir. Fikir verin, bura yazıb 6. Onda bu sarı ilə göstərdiyim üçbucaq ki var. Baxın, bu yekə üçbucaq. Bu üçbucağın orta xətti bu olmuş olur. Və həmin onun da qeyd edeyim, bax buranı 3. Bura olur 3. Ora 3 olduğundan və buranı da şərtdə vermişdi 3. YF-i də şərtdə verib özü 3. Görürsünüz, burada bərabər yanlı üçbucaq var. Bura bir alfa yazsaq, bura bir alfa yazsaq. Onda belə çıxır ki, burada olmalıdır alfa. Və ora alfadırsa, baxın bu bucaq alfadırsa, onda belə çıxır ki, burada alfadır. Qarşılıqlı bucaqdır deyə. Və bu orta xətt bura paraleldir deyə. Burada yumruya aldığım alfaya görə, onda Z qaydasına görə burada alfa olmalıdır. Belə çıxır ki, onda bu tərəflə, baxın bu tərəflə, bu tərəf bir-birinə bərabər olmalıdır. Çünki üçbucağın oturacağına ikişbucaqlar bərabər olur. Alfa, alfa. Və buranı 9 verdiyinə görə, onda məlum məsələdir ki, burada 9 olmalıdır. Və bizdən də istədiyi budur. Elə FB-ni istəyir, o da 9-a bərabərdir. Cavab oldu D variantı. Çox maraqlı sual idi bu. Sonra baxaq növbəti 65-ci suala. 65. 65-ci sualda verib ki, bərabər yanlı ABC üçbucağında. Yenə həmin üçbucağı çəkək buradan və belə bir xətt çəkilib. Buradan belə bir başqa xətt də var. Bunun üzərində qeyd edək bunları. Bura A-dır, M-dir, B-dir və C-dir. M buradır, D o. Bizdə deyir ki, B-də hündürlükdür. Bərabər yanlı üçbucaqda hündürlük həm də mediandır. Bunu nəzərimizdə saxlamalıyıq. AB ilə BC bir-birinə bərabərdir və 12-dir. Bura yazdıq 12. Və bunlar da bir-birinə bərabərdir. Və orada verib ki, BC tərəfinə paralel M-in parçası. M-in parçası BC-yə paraleldir. Və bu orta nöqtədən keçdiyinə görə onda bunun da orta nöqtəsidir və onda buralarda bir-birinə bərabərdir. Bura bir A yazsaq, burada olar A. Biz də bilirik ki, B-də hündürlükdür deyə bərabər yanlı üçbucaqda bu həm də median olur. Bura 2A-dırsa, burada olur 2A. Onda bura 12-dirsə, bura avtomatik biz 6 qeyd edə bilərik. Bizdən istədiyi M-in parçasının uzunluğudur. M-in parçasının uzunluğunda belə yaza bilərik. Bura bir alfa qeyd eləsək, bu bucaq olar alfa. Sonra bura bir beta qeyd eləsək, ümumi bucaq, bura olar beta. Oxşarlığa əsasən yaza bilərik. Bu üçüncü bucaqda qammadır. Baxın, bu üç bucaqla ümumi yekə üç bucaq oxşardır. Onda belə çıxır ki, qammanın qarşısındakı M-nin yekə üç bucaqda 12-yə nisbətə bərabərdir. Balaca üç bucaqda betanın qabağındakı 3A-nın yekə üç bucaqda betanın qabağındakı 4A-ya nisbətdir. Buradan alarıq ixtisar gedir. Və M-ni tapırıq buradan 9. M bərabərdir 9-a. Bunu da verib E variantında. Deməli 65-ci sualda cavab oldu E variantı. Sonra baxaq 66-cı suala. 66-cı sualda verib ABC üçbucağında AB 12-dir. 66-cı sual. Bu olsun ABC üçbucağı və buradan belə bir xətt çəkilib. A, C, B və bu da YH-dır. Və bura yazıb, bura ilə bu bucaq bərabərdir. Bunlara qeyd edək alfa, alfa. Burada bir beta yazsaq, bu beta yekə və balaca üçbucaq üçün eynidir. Onda bunun üçüncü bucağı bir qammadırsa, bunun da üçüncü bucağı qamma olar. AB-yə verib 12, bura yazdıq 12. BC-yə isə 10 verib. BC haradır? BC orada yazaq 10. Burada oldu 10. Sonra AC-yə verib 8. AC-yə də qeyd edək 8. Bu üçbucağın üçüncü tərəfdə 8-dir. AY isə 2-dir. Onda gəlin belə eləyək. Bura bir 2 yazaq. Onda bura qalır 6. 8 eləməsi üçün. YH-ı tapın. YH-a bir x yazıram.
Bilirsiniz hansı üçbucaqlar oxşardır? Üçbucaq CYH-la üçbucaq ABC bir-birinə oxşardır. Yəni yekə üçbucaq. Onda betanın qabağında balacada x-dir, yekədə 12-dir. Bərabərdir. Deməli, qammanın qabağında balacada 6-dır, yekədə isə qammanın qabağında 10-dur. Buradan x bərabərdir 72 bölünsün 10, yəni 7 onda 2 almış oluruq. Cavab olur C variantı. Sonra baxaq növbəti 67-ci suala. 67-ci sualda verilib ki, ABCD paralleqramında AC diaqonalı ilə DY parçası K nöqtəsində kəsişir. AC 15-dir. BY-nin BC-yə nisbəti 1-in 3-ədir. AK-nı tapın. Həmin paralleqramı burada çəkirəm. Bu olsun bizim paralleqram və bu da olsun onun diaqonalı. Deməli, bu da bunun diaqonalı. Adlandıraq AD, CB. Və buradan belə bir xətt çəkirəm. Burada Y nöqtəsidir. Və bu da K-dır. Bizə verib ki, bunlar burada kəsişir. Burada oxşarlıqlar var. Oxşarlıq nədir? Burada alfadırsa, bu da alfadır. Burada başqa nə var? Mən bunu axıra kimi uzada bilərəm. Axıra kimi uzadaram. Və onda bura bir beta yazaram. Onda məlum məsələdir ki, burada bir beta olmuş olar. Onda fikir verirsinizsə, burada bir F nöqtəsi yazsaq əgər, onda üçbucaq D, C, K oxşar olur. F deməli A, K-ya. Yəni bunları rəngləsəm əgər, bu sarı üçbucaq ki var, bax bu sarı üçbucaqla, bu sarı üçbucaqla, bu aşağıdakı bu üçbucaq bir-birinə oxşardır. Bu üçbucaqlar bir-birinə oxşar olmuş olur. İndi görək başqa bizə nə verib, onları qeyd eləyək. Bizə deyir AC 15-dir. AC 15-dirsə, bura bir x yazsaq, onda bura olar 15 minus x. BY-nin BC-yə nisbəti 1-in 3-ədir. BY-nin BC-yə nisbəti 1-in 3-ədir. Yəni B-yə biz bir A yazsaq, onda YC olar, daha doğrusu B-yə yazaq. B-yə bir A yazsaq, BC-nin 3-ə olması üçün onda bura olmalıdır 2A. Bu üçbucaqların oxşarlığından nəsə çıxmır. Ona görə burada başqa oxşarlıqda var, onu bildirək. Yəqin ki, oradan gedir. Deməli, alfa bunları qeyd eləməyək. Bax, burada oxşar üçbucaq biri də bunlardır. Bura bir alfa bucağı qeyd edək. Onda belə çıxır ki, bu da alfadır. Qarşılıqlı deyə. Bura bir beta yazsaq, burada olar beta Z qaydasına görə. Onda bura bir gamma yazsaq, bu da olar gamma. Və buranı vermişdi ki, BY-nin BC-yə nisbəti 1-in 3-ədir. Onda belə çıxır ki, biz BY-yə bir A yazsaq, BC 3A olması üçün bura qalar 2A. Paralleqramın qarşı tərəfləri bərabərdir ya, məlum məsələdir, bura 3A-dır. Və siz bu üçbucaqların oxşar olduğunu görə bilərsiniz. Baxın, biri bu üçbucaqdır. Biri də bu üçbucaq. Bunlar oxşardır. Onda belə çıxır ki, oxşarlığa görə yaza bilərik ki, qammanın qabağındakı 3A-nın digərində balaca sarıda qammanın qabağındakı 2A-dır. Nisbəti bərabərdir. Yekədə betanın qabağındakı DK-nın və yaxud da heç DK-dan istifadə etməyək, qammadan istifadə edirik. Qammanın qabağındakı AK-nın, digərində isə qammanın qabağındakı KC-yə nisbət. Və bizə AC-ni 15 vermişdir. Biz bura bir x yazaq, burada olsun 15 minus x. Yəni AK-yə yazdıq 15 minus x. KC-yə də yazdıq x. Bunların bərabərliyindən istifadə edək. Buradan alar gedər. 3-ü x-ə vursaq 3x bərabərdir. 2-ni 15-ə vursaq 30 minus 2x. Buradan x-i taparıq 6. 5x bərabərdir 30, x 6. Bizdən istədiyi AK-dır. AK da 15 minus x-dir. Yəni 15-dən 6 çıxsaq alarıq 9 C variantı. Sonra baxaq 68-ci suala. Radiusları 8 və 5 cm olan çevrələr xaricdən toxunur. Bu çevrələrin ortaq nöqtəsindən keçməyən iki ortaq toxunanları çəkilmişdir. Toxunanların kəsişmə nöqtəsindən kiçik çevrənin mərkəzinə qədər olan məsafəni tapın. Deməli, 68-ci sual. 2 dənə çevrə xaricdən toxunur. Biri olsun bu, biri də olsun belə bir çevrə.
Bunlar xaricdən toxunur. Bu çevrələrin ortaq nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Bir toxunan budur, digəri isə budur. Bunlar oldu belə. Toxunanların kəsişmə nöqtəsindən kiçik çevrənin mərkəzinə qədər olan məsafəni tapın. Bu toxunanları uzadıram və kəsişdirirəm. Biri olsun belə, digərini də uzatsaq olar belə. Və bunların kəsişmə nöqtəsi, bura yazaq hər hansı bir A nöqtəsi. Kiçik çevrənin mərkəzinə qədər. Ümumən bu çevrələrin mərkəzlərini birləşdirib və bunlar gəlir A nöqtəsində kəsişir. Və toxunma radius toxunana perpendikulyardır və radiusları da qeyd edirəm. Və radiusların 8 olduğunu da bilirdik. Buralar 8 və biri də 5'dir, digəri də 5 olmuş olur. Burada 5'dir. Onda burada bir x yazaq. Bu çevrə ümumən bu üçbucaqlar ki var, düzbucaqlı üçbucaqlar oxşardır. Bura bir alfa yazsaq, bura olar beta. Alfa beta cəmi 90'dır deyə, onda burada betadır ki, yekə düzbucaqlı üçbucaq ki var. Baxın, bu yekə düzbucaqlı üçbucaq. Orada da alfa ilə beta'nın cəmi 90 olmuş olsun. Sonra nə edə bilərik? Fikir verin, balaca üçbucaqda beta'nın, daha doğrusu alfanın qabağındakı 5'in, yekə üçbucaqda alfanın qabağındakı 8'ə nisbət. Balacada 90'ın qabağındakı 5 üstəgəl x-in, yekədə 90'ın qabağındakı 18 plus x-dir. Buradan tənasüb kimi çarpaz vursaq, alarıq 90 plus 5x bərabərdir 40 üstəgələk 8x. Yerdə qalır 50 bərabərdir 3x-ə. 50 bərabərdir 3x-ə. Buradan x bərabərdir 50'ni 3'ə böləndə 16/2 alırıq. Bizdən deyir toxunanların kəsişmə nöqtəsində kiçik çevrənin mərkəzinə qədər olan məsafəni tap. O da kiçik çevrənin mərkəzinə qədər olan məsafə x üstəgəl 5'dir. Yəni 16/2'nin üstə gəlməliyik 5'i. Bu da edir 21/2 A variantı. Sonra baxaq 69'a. 69 da eyni tip sualdır. Bu səfər deyir ki, radiusları 7 ilə 5'dir. Artıq bunları silək və rəqəmləri dəyişək. Bu da 8 deyil, 7 olmalıdır. Bura yazaq 7. Radiuslar 7'dir. Və biri isə 5'dir. 5 olduğu kimi qalır. Deməli, bu dəfə nə edirik? Bizə deyir toxunanların kəsişmə nöqtəsində böyük çevrənin mərkəzinə qədər məsafəni tap. Balacada alfanın qabağındakı 5'in, yekədə alfanın qabağındakı 7'yə nisbəti bərabərdir. 90'ın qabağında balacada 5 üstəgəl x-dir. Yekədə isə 17 plus x-dir. Tənasüb kimi çarpaz vursaq 35 üstəgəl 7x bərabərdir. 17'ni 5'ə vuranda 85 üstəgəl 5x. Buradan 2x bərabərdir 50'yə. X bərabərdir 25 alarıq. Bizdən böyük çevrənin mərkəzinə qədər məsafəni istəyir. O da 17 plus x-dir. Yəni 17 üstəgəl 25. 17'nin üstə 25 gələndə edir 42 B variantı. Baxaq 70-ci suala. 70-ci sualda deməli şəkili çəkim kənardan. Bu olsun bizim şəkil. Bura A-dır, bura B-dir və burada C-dir. Buradan da M-in xətti çəkilib. M-in xətti də paraleldir. M-in BC-yə paraleldir və BC 2 dənə M-indir. M-inə biz x yazsaq, BC olar 2x. Onda belə çıxır ki, bu orta xəttdir. Sonra AM-in 24'dür. Bura 24'dürsə, onda burada 3 vurur 24'dür. Çünki biz demişdik, bura S-dirsə, bura 3S olmalıdır. Onda belə çıxır ki, bura oldu 72. Ümumi SABC isə bərabərdir 24 ilə 72'nin cəmi. Bu da edir 96. Burada cavab olur 96. Bu S və 3S olmasını bunu əvvəlki sualların birində izah etmişdik. Videonu burada yekunlaşdırıram. Davamını növbəti videoda izah edəcəm. Sağ olun. Növbəti videoda görüşmək ümidi ilə.